Kitab mağazasında x üstə gəl 5 manatı olan kitab 20% gəlirlə x üstə gəl 8 manata satıldı. Kitabın ilkin qiyməti neçə manatdır? Əgər 20% gəlirlə bu qiymətə satılıbsa, deməli bizə verən x üstə gəl 5 onun 100%lik qiyməti olub. Yəni x üstə gəl 5 onun ilkin qiymətidir və bu 100%-ə bərabərdir. 20% gəlir demək 100 üstə gəl 20, 120% deməkdir. Və 120%-lə isə x üstə gəlinsin 8 manata satılıb. Çarpaz vururuq bunları. Yəni olur 100 vurulsun x üstə gəl 8 bərabərdir 120 vurulsun x üstə gəl 5. Burada 100 ilə 120 ixtisar gedir. Burada qalır 6, burada qalır 5. 5-i x-ə vururam 5x üstə gəlsin 5-i 8-ə vururam 40 bərabərdir 6-nı x-ə vururam 6x üstə gəl 6 dəfə 5 də 30. Bu 5-i keçirdək 6-nın yanına 30 da keçirək 40-ın yanına. 40-dan 30 çıxıram 10 qalır. 6x-dan 5x çıxıram, x qalır. Deməli, x 10-a bərabərdir. Bizdən kitabın ilkin qiymətini istəmişdi. İlkin qiymət x üstə gəl 5 idi. Yəni, 10 üstə gəl 5 bərabərdir 15 manat. Doğru cavab A bəndi.